Hər il olduğu kimi bu ildə Gürcüstan müsəlmanları tərəfindən Tasuğa günü münasibəti ilə yürüş təşkil olunacaq. İmam Hüseyn əleyhissalam məktəbinin yaşadılmasında və Kərbəla həqiqətlərinin dünyaya çatdırılmasında Tasuğa yürüşü xüsusi önəm və əhəmiyyətə malikdir. Aşura inqilabının əzəmətini və ölməzliyini özündə əks etdirən Tasuğa yürüşündə iştirak etmək hər bir müsəlmanın vəfa borcudur. Tasuğa yürüşü Kərbəla məktəbinin hərəkət verici mahiyyətinin təcəllisidir. Bismillahirrahmanirrahim. Möhtərəm İmam Hüseyn əzadarları, bizim ölkədə Tasuğa yürüşü əlhəmdülillah 20 ilə yaxın bir vaxta qədərdir ki, təşkil olunur və həmçinin bu ildə təşkil olunacaqdır. Sabah 23 oktyabr 2015-ci il tarixi etibarı ilə Əhl-i-Beyt Cəmiyyətinin binasının qarşısından İmam Əli əleyhissalam adına olan məscidimizin qarşısına qədər Tasuğa yürüşü keçiriləcəkdir. Dünyanın bir çox yerlərində Tasuğa yürüşü həyata keçirilir və əlhəmdülillah bizim ölkədə də həyata keçirilir və bununla müsəlmanlar şəhər səviyyəsində, aləm səviyyəsində İmam Hüseyn əleyhissalamın matəmini qeyd etmiş olurlar. Ağıtlar söylənir, mərsiyələr söylənir, yürüyərək bu əzəmətli matəm günü insanlara çatdırılmış və qeyd edilmiş olur. Hər kəs dəvətlidir. Bu Gürcüstan müsəlmanlarının birgə təşkil etdiyi bu Tasuğa yürüşü səhər saat 11-in yarısından başlayacaq, saat 1-ə, yəni cümə namazında xətim olacaqdır.